Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ali beytihi tayyibin tahirin el ma'asumin aleyhimusselam ve la'natu daim ala a'daihim ecmain minel an illa qiyavmi yevmiddin. İslam dininin Qur'an-ı Kerim'den sonra ikinci dəlili sünnə adlanır. Sünnə dedikdə Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmin dedikləri, etdikləri və qərarları nəzərdə tutulur. Yəni Peyğəmbər bir məsələ haqqında bir söz deyirsə və ya bir əməl edirsə və ya bir məsələdə qərar verirsə, bunların hər biri üçünə sünnə deyilir və sünnə İslamda Qurandan sonra dəlil olaraq ikinci qəbul olunur. Və onu da qeyd edək ki, Peyğəmbərdən nəql olunan o kəlamlar ki var, onların toplumuna hədis deyirlər. Yəni Peyğəmbərdən nəql olunan o kəlamlar hədis adlanır və biz bilirik ki, Peyğəmbərdən nəql olunan hədislər İslam şəriətinin müxtəlif sahələrini əhatə edir. Yəni İslamı əhatə edir. İstər fiqhi məsələlərdə olsun, namaz, oruc, xum, zəkat, cihad, bu kimi fiqhi mövzular olsun, İstər də usul-i-din də, yəni təvhiddir, nübüvvətdir, imamətdir, məaddir, bununla bağlı olan hədislər olsun. Yəni bunların hamısına hədis deyilir və hədis də Qur'an-ı Kərimdən sonra ikinci olaraq dəlil qəbul olunur. Vurguladığımız kimi Allah Resulü sallallahu aleyhi və səlləm bütün sahələrdə demək olar ki, hədisləri nəql olunur Peyğəmbərdən. İstər dediyimiz kimi şəriət mövzularına bağlı olsun, etiqadi mövzularla bağlı olsun, istər də fərdi, ictimai fərq eləməz. Yəni biz hər bir sahədə baxsaq, görərək ki, Peyğəmbərdən o sahədə hədislər nəql olunur. Bu mövzulardan da biri İslam dinində əhəmiyyəti böyük olan, əhəmiyyətli mövzulardan biri də imamət məsələsidir. İmamət məsələsini xülasə belə tərif etmək olar ki, Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmdən sonra İslam ümmətinin rəhbərlik məqamı, Peyğəmbərdən sonra İslam ümmətinə rəhbər olan şəxs və bu vəzifəni yerinə yetirən şəxsə imam deyilir və buna da imamət deyilir. Biz Peyğəmbərin tarixinə baxanda, Peyğəmbər müxtəlif vaxtlarda, müxtəlif zamanlarda, müxtəlif kəlamlarla özündən sonra birinci imam, İmam Əli əleyhissalamın imamətinə dəlalət edən, İmam Əli əleyhissalamın vilayətinə dəlalət edən müxtəlif hallarda, müxtəlif formalarda kəlamlar, sözlər demişdir. Biz tarixə baxdıqda bu hadisələrdən biri də Qədirxum hadisəsidir. Allah Resulü hicrətin 10-cu ili Zilhiccə ayının 18-i vida həccindən, yəni son həcdən qayıdan zaman Çoxva yaxınlığında Rağib adlı bir yerdə, bura Qədirxum çölü də deyilir. Yəni bu yerdə çatanda Cəbrail əleyhissalam Allah tərəfindən nazil olaraq Maidə surəsinin 67-ci ayəsini Peyğəmbərə çatdırır və onu cəmaata oxumasını istəyir. Allah Resulü sallallahu aleyhi və səlləm göstəriş verdi ki, qabaqda olanlar geriyə qayıtsın, geridə olanlar da Peyğəmbərin yanına, yəni gəlib oraya yetişsinlər. Və Peyğəmbər üçün minbər quruldu. Peyğəmbər bu ayəni oxudu. Bayaq qeyd etdiyimiz ayə, Maidə surəsi 67-ci ayə. Buyurur, ya əyyuhər Rəsul. Allah buyurur ki, ey Peyğəmbər, bəlliğ mə unzilə ileykə min rabbikə. Rəbbin tərəfindən sənə nazil olanı təbliğ et, çatdır. Və illəm təfəl fəma bəlləqdə risalətə. Əgər bunu etməsən, onun risalətini təbliğ etmiş, çatdırmış olmazsın. Vallahu ya'simuka minan nas. Allah səni insanlardan qoruyar. İnnallaha la yahdil qawmal kafirin. Həqiqətən də Allah kafir qövmü hidayət eləməz. Bu ayənin biz zahirinə baxanda, mətninə baxanda görürük ki, Allah Peyğəmbər üçün mühüm bir vəzifə təyin edir. Hətta bu vəzifə risalətin müqabilində Allah bildirir. Deyir ki, əgər sən bunu etməsən, Allahın risalətini tamamlanmış olmazsan. Yəni Allahın risalətini çatdırmış olmazsan. Bu elə bir mühüm məsələdir ki, Allah Resulü hətta göstəriş verir ki, minlərlə olan hacı, yəni irəlidə olan hacılar geri qayıtsın,
geridə olanlar da gəlib Peyğəmbərə yetişsin ki, Allah Rəsulu bu mühüm məsələni insanlara çatdırsın. Bu, həmin günü Peyğəmbərin söylədiyi xütbə İslam tarixində, İslam mətnlərində Qədirxum xütbəsi ilə tanınır, Qədirxum xütbəsi ilə məşhurdur. Bu xütbənin səhih olmasında həm əhl-i şiə alimləri, həm əhl-i sünnə alimləri müttəfiq. Yəni demək olar ki, bu hədisin səhih olmasında, bu xütbənin səhih olmasında bir şək şübhə yox. Hətta tarix boyu biz baxsaq görək ki, alimlər bu xütbəyə şərhlər də yazıblar, izahlar da veriblər. Xüsusən də Əllamə Əmininin 20 cilddən ibarət olan Əl-Qədir əsərini də vurğulamaq olar. Qədirxum xütbəsində Allah Rəsulu bir çox mühüm məsələləri, bir çox mühüm mətləbləri insanlara, cəmaata çatdırır. O məsələlərdən də biri özündən sonra İmam Əli əleyhissalamın vilayəti haqqında olan məsələdir. Həmin hissəni oxuyaq biz. Allah Rəsulu buyurur, xütbənin bir hissəsi ki, dedi, Əli əleyhissalamın vilayətinə dəlalət edir. Allah Rəsulu buyurur, mən kuntu mövlahu fəaliyyun mövla. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Sonra Allah Rəsulu belə dua edir. Allahummə vəli mən valəhu. İlahi, hər kim onu özünə vəli bilsə, sən də ona vali ol. Yəni, onu özünə vəli bil. Və adi mən adahu. Hər kim ona düşmənçilik etsə, sən də ona düşmənçilik et. Və ahibbə mən əhəbbə. Hər kim onu sevsə, sən də onu sev. Və əbğid ma əbğədahu. Hər kim onu qəzəbləndirsə, sən də ona qəzəblən. Vənsur mən nəsərə. Hər kim ona, yəni Əliyə kömək etsə, sən də ona kömək et. Və xuzul mən xədələ. Hər kim onu xar etsə, sən də onu xar. Və adril haqqə məəhu heysudda. Yəni, nə qədər ki, Əli əleyhissalam sağdır, yəni haqqı Əli əleyhissalamla birgə qərar ver. Bu Peyğəmbər sallallahu aleyhi və səlləm Əli əleyhissalamın vilayətini bəyan edəndən sonra Allahdan Əli əleyhissalam üçün istədiyi duası idi. Bu xütbənin bir hissəsidir. Biz Allah Rəsulu bu xütbəni tamamlayandan sonra yenə də Maidə surəsinin 3-cü ayəsi nazil oldu. Ayə belədir, buyurur ki, Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İsləmə dinə. Bugün, yəni Qədirxum günü Allah Rəsulu Əli əleyhissalamın vilayətini bəyan etdikdən sonra Allah buyurur ki, bugün sizin dininizi kamil etdim və sizə olan nemətimi tamamladım və raditu ləkumul İsləmə dinən və İslam dini sizin üçün razı bildim. İndi biz birinci nazil olan ayəyə Peyğəmbərdən nəql olunan o Qədirxum xütbəsinə və yenə ondan sonra ayə ki, nazil olur, o ayəni biz yan-bayan qoyanda görür ki, birinci Allah Peyğəmbərdən mühüm bir məsələni istəyir və eyni zamanda dediyimiz kimi bu mühüm məsələ risalətin müqabilində dayanan bir məsələdir. Allah Rəsulu onu çatdırandan sonra Allah yenə də ayə nazil edir ki, məhz onun vasitəsilə bugün sizin dininizi kamil etdim və sizə olan dinimi tamamladım. İndi baxaq bu xütbədə Mövla kəlməsi ki keçir. Əsas məsələ buradadır. Çünki tarix boyu biz baxanda görürük ki, xütbədə keçən mən kuntu Mövla, Peyğəmbər ki buyurur, mən kimin mövlasıyam, həmin ixtilaf yaranır bu Mövla kəlməsinin üzərində. Çünki bəzi alimlər onu başqa cür tərcümə edir, bəzi alimlər başqa cür tərcümə edir. Tərcüməyə baxanda tərcümə ixtilaf yaranır. İndi bu tərcümənin biri, bəzi alimlər belə deyir ki, Peyğəmbər ki orada buyurur, mən kimin mövlasıyam, Əli onun mövlasıdır. Mövla kəlməsini orada dost mənasında tərcümə edirlər. Yəni deyirlər ki, Peyğəmbər buyurur ki, mən kimin dostuyamsa, Əli də onun dostudur. İkinci tərcümə, belə deyək, əsas olan tərcümə budur ki, alimlər Mövla kəlməsini vəli kimi tərcümə edirlər və məli sözünün də mənası belə izah olunur ki, vəli o şəxsdir ki, o məqamdır ki, qarşı tərəfin üzərində söz sahibi olan, qarşı tərəfin ixtiyar sahibi olan, qarşı tərəfə əmr sahibi olan, bütün səlahiyyətlərə malik olan bir şəxs. O zaman tərcümə belə olur ki, Allah Rəsulü ki, buyurdu, mən kuntu Mövla, yəni mən kimin əmr sahibiyəmsə, mən kimin ixtiyar sahibiyəmsə, kimin səlahiyyətlərinə malikəmsə, Əli də eynən o cürnədir.
İndi biz bu iki mənanı uzlaşdıranda burada bir sual yaranır ki, Peyğəmbərin bir çox səhabələri olub. Məhz nəyə görə Əli əleyhissalamı bu möminlər üçün dost təyin etməsi üçün bu qədər yəni həccə gedən şəxsi bir yerə cəm edir? İndi sual bundan ibarətdir ki, məgər Peyğəmbərin digər səhabələri, məsələn Səlman-ı Farsidir, Əbu Zərdir, Miqdaddır, yəni bunlar məgər Peyğəmbərin dostu deyildimi? Məgər bunlar möminlərin dostu deyildimi? Deməli, bu dost mənasını, yəni bunu ifadə etmək, bu mənaya tərcümə eləmək, yəni burada o qədər də bir doğruluq, düzgünlük öz əksini tapmır. Deməli, burada vəli kəlməsindən məsələ, yəni məhz dost mənasında yox, necə ki, Peyğəmbərin ümmət üzərində vilayəti var, eynən İmam Əli əleyhissalamın da ümmət üzərində o cünə vilayəti olmasıdır. Biz bunu Qur'an-ı Kərimin Maidə surəsinin 55-ci ayəsində keçən vəli kəlməsinə baxdıqda, o ayəyə baxdıqda bu məsələ bizə tam aydın olar. Ayə belədir ki, Allah buyurur ki, innəma, ərəb dilində innəma onu bildirir ki, yəni yalnız, yəni bunun ikinci bir tərəfi yoxdur. Yalnız və yalnız vəliyyukumullah. Allah sizin vəlinizdir və rəsuluhu və onun rəsulu sizin vəlinizdir. Vəllezine amenullezine yuqimunəs-salata və yu'tunəz-zakata və hum rakiun. Və o şəxslər ki, iman gətirir, namaz qılır və ruku halında zəkat verirlər. Ki bu ayədən də biz onu görürük ki, Allah buyurur ki, yalnız və yalnız sizin mövlanız, sizin vəliniz Allah, onun rəsulu və ruku halında, namaz qıldığı halda, ruku halında zəkat verənlər. Əgər biz Mövla kəlməsini, vəli kəlməsini dost olaraq tərcümə etsək və o mənaya söykənsək, onda belə çıxır ki, hər bir insanın dostu yalnız Allahdır, Peyğəmbərdir, bir də ruku halında zəkat varan Əli əleyhissalamdır. Ki bunlardan başqa Peyğəmbərin dostu olmayıb, imamın dostu olmayıb və ya digər səhabələrin dostluğu olmayıb ki, bu o mənanı ifadə etmir. Dediyimiz kimi, vəli sözü, yəni ixtiyar sahibi, hami, əmr sahibi mənasındadır ki, bu ayədən də biz onu görmüş oluruq. Amma biz mövzuya bu məna ilə yox, yəni Mövla, vəli mənası ilə yox, elə dost mənası ilə, əgər biz o hədisin dost mənasını irəli çəkərək, əgər onu irəli çəkib o məna ilə yanaşsaq, onda bir dənə tarixi bir məsələni, tarixi bir hadisəni təhlil etmək yerinə düşər. Tarixi o hadisə nədən ibarətdir? İmam Əmir əl-Müminin Əli əleyhissalamla Muaviyyə arasında baş verən Cəməl və Siffin döyüşüdür. Əgər Peyğəmbər ki, bu bir mühüm məsələni çatdırıb, o qədər həccini günün istisində bir yerə yığıb, Əli əleyhissalamın dostluğunu irəli sürüb və eyni zamanda orada Əli əleyhissalam üçün Allahdan bir çox dualar istəyib, bu mənanı, dost mənanı irəli çəkərək, bunda bir tarixi hadisəni dediyimiz kimi təhlil etmək yerinə düşər ki, Əli əleyhissalamla Muaviyyə arasında baş verən Siffin və Cəməl döyüşü. Ümumiyyətlə, onu da qeyd edək ki, hər bir tarixi hadisəni düzgün təhlil etmək, hər bir tarixi hadisədən düzgün nəticə çıxartmaq səbəb olar ki, insanın əqidəsi düzgün olsun. O səbəb olar ki, insanın əqidəsi möhkəm olsun. O səbəb olar ki, insanın əqidəsi haqq üzərində qurulmuş olsun. Batil əqidə, İslam dini batil əqidəni qəbul etmir. Ona görə hər bir tarixi hadisəni düzgün təhlil edib, düzgün nəticə əldə etmək ona dəlalət edir ki, insanın əqidəsi səhih olsun, düzgün olsun, haqq olsun. Və bəzən də görürsən ki, biz ki dedik Cəməl və Siffin döyüşünü qeyd etdik, bəzən baxırıq ki, bu məsələdə Muaviyyə haqq qazandırırlar, Əli əleyhissalama batil, yəni nahaq deyirlər. Niyə? Çünki deyirlər Muaviyyə dövrün xəlifəsi idi, Əli əleyhissalam ona qarşı çıxmışdı. Amma biz indi gəlin bu məsələni də araşdıraq. Bu xilafət məsələsini. Görək ki, həqiqətən də Muaviyyənin xəlifəliyi, Muaviyyənin xilafəti İslam prinsipləri üzərində qurulmuşdur, yoxsa batil bir xilafət idi. Biz baxsaq görürük ki, İslam alimlərin arasında bir şəxsin xəlifə olması üçün iki əsas prinsip var, iki əsas nəzər var. Onlardan birincisi budur ki, Peyğəmbər sağlığında özündən sonra İslam ümməti üçün xəlifələri bir təyin etməsi. Yəni Peyğəmbərin dövrünə baxanda Peyğəmbər özündən sonra İslam ümməti üçün xəlifələri təyin edib. Məsələn, buna əsasən 12 imamı qeyd olunur ki, Peyğəmbər özündən sonra
başda Əli əleyhissalam olmaqla, birinci imam olmaqla Əli əleyhissalamın övladlarından 11 imamı İslam ümməti üçün xəlifə təyin edib. Bu bir nəzəriyyə. İkinci nəzəriyyə də budur ki, şura vasitəsilə, yəni bir şura seçilər, cəmaat İslam ümməti üçün Peyğəmbərdən sonra xəlifə seçər. İndi baxaq Muaviyyənin xilafəti, Muaviyyənin xəlifə olması. Bu iki prinsipin hansına uyğundur? Əgər desək ki, Peyğəmbər buyurub, Peyğəmbərdən belə bir hədis nəql olunmur ki, Peyğəmbər şəxsən Muaviyyənin xəlifə olacağı haqqında bir hədis söyləmiş olsun. Deməli, birinci nəzəriyyəyə görə Muaviyyənin xilafəti, xəlifəliyi batil idi. İkinci nəzəriyyəyə baxsaq ki, görək ki, həqiqətən də Muaviyyəni hansısa bir şura mı deyək, hansısa bir seçki yolu ilə mi deyək, yəni bu yolla da Muaviyyənin seçilmədiyi üçün ikinci nəzəriyyəyə görə də Muaviyyənin xəlifəliyi, Muaviyyənin xilafəti batil bir xəlifəliyidir. Deməli, Əli əleyhissalamla Muaviyyə arasında baş verən Cəməl və Siffin döyüşünü bu cəhətdən təhlil etdik. Gördük ki, həqiqətən də Muaviyyənin xilafəti batil xilafət olub. Amma biz Əli əleyhissalamın xilafətinə baxaq. Görək Əli əleyhissalamın xəlifəliyi, Əli əleyhissalamın xilafəti bu iki nəzəriyyəyə uyğun gəlir, yoxsa yox. Birinci nəzəriyyə, bəli, Peyğəmbər öz sağlığında Əli əleyhissalamın vilayətinə, Əli əleyhissalamın xilafətinə dəlalət edən çoxlu hədislər nəql olunur. Ki, onları bir-bir qeyd etmək ehtiyac yoxdur ki, mövzumuz o deyil. Amma bəli, Peyğəmbərdən çoxlu sayda hədislər nəql olunub ki, özündən sonra İslam ümmətinin rəhbəri, İslam ümmətinin xəlifəsi, xilafət məqamına çatan şəxs İmam Əli əleyhissalamdır. Bu nəzəriyyəyə görə Əli əleyhissalamın xilafəti isbat olunur. İkinci nəzəriyyəni də biz götürsək ki, şura vasitəsilə, seçki vasitəsilə yenə də Əli əleyhissalamın xilafəti yenə də isbat olunur. Çünki dördüncü xəlifə olaraq ki, qəbul olunur. O dördüncü xəlifə olaraq qəbul olunur. Niyə? Çünki onu şura seçmişdi, yəni insanlar seçmişdi, insanlar üz tutmuşdu Əli əleyhissalama. Ki, hər iki nəzəriyyəni biz əsas götürsək, hər iki nəzəriyyə söykənsə, görərik ki, Əli əleyhissalamın imaməti, yəni xilafəti sabit, sübut olan xilafətdir və haqq xilafətdir. Amma Muaviyyənin xilafəti batil xilafət idi. Ona görə Əli əleyhissalamla Muaviyyənin arasında baş verən Cəməl və Siffin döyüşü elə bu cəhətdən araşdıranda görürük ki, haqq hansı tərəfdədir, nahaq hansı tərəfdədir. Bu bir. İkinci, baxaq həmin xütbənin mətninə bir daha baxaq ki, Allah Rəsulü orada nə buyurur? Buyurur ki, mən kuntu mövla fə aliyyun mövla. Hər kimin mövlası mənəmsə, Əli də onun mövlasıdır. Peyğəmbər bunu buyurandan sonra Allahdan Əli əleyhissalam üçün istəyir ki, İlahi, Əlini vəli biləni sən də vəli bil, Əliyə düşmənçilik edənə sən də düşmənçilik et, Əlini hirsləndirən, qəzəbləndirənə sən də qəzəblən, Əlini sevəni sən də sev, Əliyə kim yardım, kömək edərsə sən də ona kömək et, haqqı həmişə Əli ilə bərabər ver. Yəni, haqqı həmişə Əlidə qərar ver. İndi xütbənin bu hissəsinə də baxırıq. Görür ki, Peyğəmbər Əli əleyhissalamı özündən sonra dost təyin edib. Bütün İslam ümməti üçün, tək həmin dövr üçün yox, qiyamətə qədər bütün İslam ümməti üçün dost təyin edib. Və eyni zamanda Allahdan istəyir ki, ilahi, onu haqqı həmişə onunla qərar ver. İlahi, ona kömək edənə sən də kömək et. Ona düşmənçilik edənə sən də düşmənçilik et. Onu qəzəbləndirənə sən də qəzəblən. İndi Peyğəmbərin bu Əli əleyhissalam haqqında buyurduğu bu qədər yəni hədisin, bu qədər sözün müqabilində biz Muaviyyəyə haqq qazandırırıqsa, biz Əli əleyhissalama nahaq deyiriksə ki, xilafətə qarşı çıxıb, xəlifəyə qarşı çıxıb, bunda belə nəticə əldə edirik ki, Peyğəmbərin Əli əleyhissalam haqqında buyurduqlarını biz heçə sayırıq. Və biz Muaviyyə haqq qazandırmaqla Peyğəmbərin Əli əleyhissalam haqqında buyurduqlarına o dilləri qulaq ardına vurmaq. Yəni, əhəmiyyətsiz sayırıq, heçə sayırıq, yəni onu biz önə çəkmirik. Amma deyirik ki, Muaviyyə xəlifə olub, Əli əleyhissalam xəlifəyə qarşı çıxıb, ona görə də bu məsələdə Əli batildir, Muaviyyə haqq. Və sonda belə bir məsələyə də aydınlıq gətirmək istəyirəm ki, görürsən, bəzən deyirlər, yenə də Muaviyyəyə haqq qazandırmaq, Muaviyyənin o səhv hərəkətinə don geyindirmək üçün deyirlər ki, o vaxt iki səhabənin, ki, Muaviyyə də sahabə deyirlər, iki sahabənin arasında baş verən bir hadisədir. Əli əleyhissalamla Muaviyyənin arasında olan bir hadisədir, öz aralarında olub. Yəni, biz burada gərək bunu çox şişirtməyək, haqq hansıdır, batil hansıdır. Yəni, öz aralarında olan bir məsələ olub, yəni bunun üzərində dayanmaq bizim üçün bir faydası yoxdur.
Amma bayaq da qeyd etdik, bunu bir daha vurğuluyuq ki, tarixi hadisəni düzgün təhlil etmək, tarixi hadisədən düzgün nəticə əldə etmək səbəb olur ki, bir əqidənin düzgün, səhih, yəni əsasların üzərində qurulmasına səbəb olur. Yəni əgər biz peyğəmbərin dövründə, digər imamların dövründə baş verən tarixi hadisələri düzgün təhlil etsək və düzgün nəticə əldə etsək, nə səbəb olar ki, biz o əqidənin üstünları ki, möhkəmdir. O əqidənin üstünları ki, peyğəmbər deyən kimidir, Allah istəyən kimidir və biz düzgün nəticə əldə edəriksə, düzgün əqidəni seçmiş olarıq, düzgün yolu seçmiş olarıq və düzgün məzhəbdə olmuş olarıq. Bu tarixi hadisədən də biz nə əldə etdik? Bu tarixi hadisədən təhlillə biz nə əldə etdik? Belə nəticə əldə etdik ki, Allah Rəsulunun hədisinə əsasən bunu deyirik ki, bəli, haqq həmişə əli iləndir, əli də həmişə haqqınandır. Peyğəmbərdən sonra İslam ümmətinin xəlifəlik məqamına, imamət məqamına, vilayət məqamına həqiqi layiq olan şəxs Əli əleyhissalam olub və bu əqidədə olmaq, bu düşüncədə olmaq onu göstərir ki, bu əqidənin sahibi, bu düşüncənin sahibinin əqidəsi düzgün, səhih sütunlar üzərində qurulub. Allah bizi Əmir əl-Müminin Əli əleyhissalamın vilayətindən ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.